Hədisdə var, namaz vaxtı bir mələk nida eləyər ki, ey insanlar, qalxın o odlar ki, öz əlinizlə yandırmısınız, o odları söndürün. Namaz odu söndürmək üçündür. Od hardan yaranır? Qəlbdən yaranır. O dünya odundan fərqlidir. Cəhənnəm odu, yəni insanın içində o çirkinliklər ki var, onlar insanı içərdən yandıracaq. Ona deyirlər cəhənnəm. Cəhənnəmin mənası budur. Cəhənnəm odu xaricdən olan oddur, içərdən çıxan oddur. Onun üstünə su səpir namaz, təmizləyir. O odun mənbələri var, onları təmizləyir ruhdan ki, sabah yandırmasın insanı. Niyə deyirlər namazda ən üstün məqam səcdə məqamıdır? Deyirlər insanın Allaha ən yaxın məqamı səcdə məqamıdır. Nəyə görə? Ona görə ki, insan səcdədə olanda torpağa yapışır. Torpağa yapışmaq da insanı təmizləyir. Görürsən, mövzu təmizlikdir. Hədisdə var, namaz vaxtı bir mələk nida eləyər ki, ey insanlar, qalxın o odlar ki, öz əlinizlə yandırmısınız, o odları